Selamun Aleyküm ve Rahmetullahi Teala ve Berekatuhu. Çok değerli aziz kardeşler ve hemşinin izleyiciler ve hemşinin bacılar da izleyir bu dersleri canlı hal-hazırda. Bizim bugünkü kahraman 3. neslin nümayəndəsidir. Ve biz yeni silsiledeyik sizde. A'lamul Huda, hidayet imamları ve hidayet yoluna ışık salan ulduzlar. Hakikaten onlar ulduzlar idi. Ve burada küçük genç dostlarımın, kardeşlerimin iştirak eləməsi Allah xüsus mənə fərah verir. Çünkü bizim qəhrəmanımız hələm həddi buluğa çatmamış ve üzüne sakkal gelmemiş ve çenesinin altında ve yanağında vurulmuş 2 tel hələm meydana gelmemiş, artık onun şöhreti, imameti bütün İslam dünyasına yayılmıştır. O zamanının Şeyh-i İslam'ıdır. O zamanının en büyük imamıdır. Bu benim sözlerim değil. Dikkatle dinleyen kimdir o? Çok garibedir ki onun hakkında eşitmeyen demek olar ki insan yoktur. Halbuki onun bütün bir fıkıh mezhebi var idi. Ve öz elleriyle kitaplarını bastırıp ölmemişten qabaq. Ve o sinif alimlerdendir ki öz kitaplarını yandırırdılar. Ve kitaplarını bütöv bastırırdılar. Elimde derya. Zekada, hifzde, ezberde ayet. Allah'ın bir nişanesi, müjdesi. Onu eşitmeye yoktur. Süfyan-ı Thawri rahimahullah. Bakın İmam Ebu Hanife rahimahullah, Nu'man ibn Thabit onun hakkında ne diyor? Bunu kim diyor? Küfe'nin imamı. Ve Süfyan-ı Thawri Kufi. O da Kuşer'dir. Buyurur İmam Ebu Hanife: "Lev kâne Süfyan-ı Thawri fi et-tâbi'in lekâne lehu şe'nen." Eğer Süfyan-ı Thawri tabiinlerden olsaydı onun büyük şanı olardı. Bunu kim diyor? İmam Ebu Hanife rahimahullah. Böyle imamlardan Bişr ibn Hafi ne diyor? Süfyan-ı Thawri fi zamanina ke Ebu Bekr ve Ömer fi zamanihim. Bişr ibn Hafi imam hadis buyuruyor ki bizim zamanımızdaki Süfyan Thawri onların zamanındaki Ebu Bakr ve Ömer'dir. Allahu Ekber. Şureyk rahimahullah buyurur ki kunna naqulu fi Süfyan Thawri ennehu hüccetallahi ala ibadihi. Ne diyor böyle imamlar? Biz Süfyan Thawri hakkında dirdik ki o Allah'ın helgi üzerindeki onların aleyhine bir hüccetidir. Yaşı bu sözün manasını diğer imam şerh ediyor. Şuayb ibn Harb nece şerh ediyor? Diyor ki kıyamet günü biz böyle dirdik zamanımızda. Kıyamet günü Süfyan-ı Thawri insanlara öz zamanının insanların yanına getirilecek. Ve ola desin ki Allah onları desin. Onların zamandaki insanlara. Bəli, peygamberinizi görebilmediniz. Ama Süfyan'ı ki gördünüz. Ve onların aleyhine hüccet kalırsın. Bakın Şuayb ibn Harb kunna naqul biz diyerdik. Yani Süfyan'ın zamanında. لو يؤتى بسفيان الثوري يوم القيامة ثم يقال للناس هذا حجة الله عليكم إنكم وإن لم تروا نبيكم فقد أدركتم سفيان الثوري. Yaxşı. Dünənlər böyük bir imamın həyatıyla tanış olduq. Abdullah ibn Mübarək. Dəhşət. İndi baxın görün Abdullah ibn Mübarək öz qarini haqqında, öz tayı haqqında ne deyir? Abdullah ibn Mübarək buyurur ki İmam-ül Celil: "Ma ra'aytu ala vecihil ardi qat
afdala min Süfyan-ı-Thawri. Bunu kim deyir? İmam Abdullah bin Mübarek. Yer üzerinde Süfyan-ı-Thawri misalındaki görmedim ben. Elbette yani kat. Ve buyuruyor ki Abdullah bin Mübarek ketebtu an elfi şeyhin fema ketebtu an ahsen min Süfyan-ı-Thawri. Ben min şeyhten hadis rivayet eləmişəm. Kim deyir? Abdullah bin Mübarek. En güzel rivayet ettiğim isnat dabt ve itkan ve metin. Metinde ele metindeki yani Allah Nebisi sallallahu aleyhi ve sellem'in mübarek mişkatından nece çıkıpsa hele ne harf artırır ne eksildir. Yani bir dabt ve itkan. Nedir Abdullah bin Mübarek? Min şeyhten, min raviden hadis yazdım. Süfyan-ı-Thawri'nin rivayetlerine tay olan ikinci bir alim tanımlar. Yani ondan götürdüğüm kimi rivayetler hiç kimden götürmemişim. Ve hayatın sonunda Abdullah bin Mübarek özünü gımıyır. Kaş ki yer üzerinde ora bura gelip alimlerden ders alma vezne Süfyan ile kifayetlesen de. Ne diyor? Abdullah bin Mübarek لماذا ذهبت إلى فلان وفلان يا ليت أطرحت نفسي بين يدي Süfyan-ı-Thawri. Keşke Behman Kes ve filan Kes'in yanına seferler elemezdim. Ele vererdim özü Süfyan'ın yanına, bütün onun elimi ondan götürerdim. Yaxşı İmam Ahmed ne diyor onun hakkında? İmam Ahmed İbn-i Hanbel deyir ki bilirsiniz benim kalbimde bir imama yer var. Ondan başka imama yer yoktur. O kalbimin imamıdır. Hiç kim onun önüne geçebilmez. O Süfyan-ı-Thawri'dir. Bunu kim diyor? İmam Ahmed İbn-i Hanbel. Kardeşler, hatta ulema diyor ki bu öyle bir alimdir ki Süfyan-ı-Thawri yani bu kadar sena tezkiye yani tarif hiçbir alim için gelmemiştir. فَلَا يَتَقَدَّمُهُ أَحَدٌ عَلَيْهِ ف۪ي قَلْبِ İmam Ahmed buyurur. Kalbimde onun yerini hiç kim tutabilmir. Kalbimin imamı bir neferdi. O da Süfyan-ı-Thawri. Ve diğer de get Süfyan'ı idrak eder. Yani ölmemişten galiba onu gör. Bil ki senin gözlerin onun kimisini hiçbir zaman görmüyor. Allahu Ekber. قال الورقاء رحمه الله إن سفيان الثوري لم ير مثل نفسه. Ve imamlardan var. Bunlar hadis ravilerdir. Bunlar biziz kimlerdir? Bunlar fikattır. İmam Bukhari Müslim'in hadis isnadın içerisindeki fikat olan raviler ki var ya onlara itibar edip biz gün götürmüşük ya. Yani haddesena filan fikatun dabt yani biliriz. Hem raviler hem imamlardı. Varka buyurur ki aslında Süfyan-ı-Thawri'nin gözleri özü kimisini hiç görmüyor. Süfyan-ı-Thawri'nin gözleri özü kimisini görmüyor. Ve göreceksiniz çok gayri-adi bir şahsiyettir. Gelin tanışıyorlar. Kimdi o? Süfyan ibn Sa'id ibn Mesruq el-Thawri. Bu muhtasar tabii ki onun tercümesidir. Süfyan onun adıdır. Kunyesi Ebi Abdillah. Abdullah'ın atası yani. Ebi Abdillah. Atası Sa'id. Ravul hadis. Hadis ravisidir. İmam fil hadis. Alim fil hadis. Atası Sadukun. Fika ravilerdendir. İbn Mesruk. Mesruk'un nevesidir. Atası sıgar tabinlerdendir. Yani az sahabe görüp, Ebu Hureyre'ni görüp, Cafer İbni Abdillah, Abdullah İbni Abbas bir neçe sahabe görüp yani ömrünün sonundaydı sahabelerin artık. Ama babası Mesruk kibar tabinlerdendir. Ali İbni Abi Talib'in yanında olup. Hatta Cemal dövüşünden. Ve huve Arabiyyun salibeten. Süfyan-ı-Thawri Arap'tır. Küfelidir. Nesebi yani şecerası Ma'ad İbni Adnan'a söylenir. Yani asıl Araplardandır. Çünkü bundan kabak imamlar bilirsiniz Fars da olurdu, Türk de olurdu. Bu Arap'tır. Thawri çok geribedir ki nispet onun ecdadlarından biridir. Thawri İbni Qabiha. Yani herden bilirsiniz kardeşler. Allah Teala'nın hikmetleri var. Biz Thawri'ni görmedik, tanımadık. Hiç bilmedik mesela babası onun İslam'da olup olmayı bilmedik. Düzdü mü? Ama herden bir insanın Allah Teala hatiresini ebedleştirir. Ya sehavetine göre, ya güzel insaniyetine göre. Olur böyle. Tarihte böyle şeyler var görürsünüz.
Yaxşı. Ne zaman dünyaya gelip? Fi ahir hilafetil umaviyye. Ömevi hilafetinden sonra bilirsiniz ki orada çevriliş oldu ve hilafet değişti. Umaviler Abbasilerle evaz oldu. Ay hain dünya. Saraylar, saraylar, saraylar ve birden her şey değişilir, nesil değişilir, yeni nesil hakimiyete gelir. Köhnelerde içine kalmış. Ve Umavilerden sonra Abbasiler gelir. Dünyaya gelir Süleyman İbni Abdülmelik. Son Umavi hilafeti zamanı, son Umavi halifeler zamanı dünyaya gelir. Ve böylelikle her iki hilafet halifelerini görmüş olur. Ömevilerin en son halifeliğini ve hemçinin Abbasi hilafeti zamanında yaşıyor. Ve Abbasi halifelerinden de görüp. Hicretin 97. yılında dünyaya gelip Küfelidir. Küfede ve 161. yılda hicretin vefat edip 64 yaş yaşayıp yaxşı Süfyan-ı Thawri onun yaşadığı hal ehval elim evinde dünyaya gelip atası hadis alimidir. Hadis ravisidir. Sadukun fikatun. Sa'id İbn Mesruh atasıdır. Ve hu min tabakat sigar tabi'in. O küçük tabinlerdendir. Bunu geyledik kimler görüp sahabelerden. Anası abide, zahide, salih bir kadın idi. Balaca Süfyan'a derdi ki ve kasıb aileden dünyaya gelip ey Süfyan git hadis talep elə. Yani elin talep elə, yani hadis talep elə. 10 hadisten artık ezberleme. Eğer 10 hadisin onun da nöksansız, hatasız bir datul itkan ezberlesen bundan sonra gücün çatarsa artır, əks halda artırma. Ondan artığını götürme. Mənsə toxuculuqla seni destekleyeceğim. Yani kadın tokuyurdu, güzel el işleri vardı. Onları satıp seni destekleyeceğim maddi olarak. Sense ilm al. Bakın böyle analar oldu. Analar, Süfyanlar büyüdür. Allahu Ekber. Demek ki anasının büyük bir payı var bu elimden, öyle mi? Ev, elim evi olur. Ya zuhd ve ibade ya da yine elim. Babası Masruk kibar tabinlerdendir. Ali bin Ebi Talib'in yanında olur. Hatta Cemal dövüşünde belə. Kardeşi Mübarek o da hadis alimidir. Hadis ravisidir. Oğlu Muhammed o da hadis alimidir. Hadis ravisidir. Zövcəsi də Süfyanın salihə qadındır. Yəni maşallah mühit necə deyərlər, əla bir mühitdir. 600 şeyhdən ilm götürüb. 600 şeyhdən ilm götürüb, onun kibar şeyhləri sahabeden birbaşa götürürlər. Onun kibar şeyhləri, böyük şeyhləri birbaşa sahabeden götürürlər. Kardeşler bilirsiniz ki bizde sira dersidir. Eğer benim dersim usul hadis, mustalah hadis olsaydı ben bu dersi tamam başka semtte geçerdim. Ama bizde sira olduğuna göre əfsuslar olsun ki bu qəhrəmanlarla tanış olabilmirik. Bunların her birisi İmam Buxari'lerin, Müslimlerin rivayetlerinin içindeki parlak o isnad ricallarıdır. Bunun şeyhleri nücum, tanınmış imamlardır. Süfyan'ın telamizehu, şagirdleri de tanınmış imamlardır. Onların adını ilim talebesi olan herkes, hadis ilminden anlaşılan herkes onların adını bilir. Onlar meşhurdur. Onları isnadda görürsünüz. Eğer sizden kimse Arapça okuyursa ve hadise okuyanında isnadıyla okuyursa hemin isnadın içerisinde ya Süfyan'ın öz rivayetidir ya onun şeyhlerin adı gelir ya şagirdlerin adı gelir. Ve en yaxşı, en dakik, en itkan ravilerden de biri Süfyan el-Thawri'nin rivayetleridir. İmam Ahmed İbni Hanbel onun hakkında diyor ki o bütün ilmi fenlerin imamıydır. O bütün ilmi fenlerin imamıydı. Kimdir onun hakkında? İmam Ahmed İbni Hanbel. Kâne ra'sen fiz zuhd. Zuhda onda şata yokuydu. Şimdi geleceğim o zuhdu. Ona məxsus, özünə məxsus bir zuhdu var idi. Göreceksiniz. Bilmekte. Ra'sen fil vara. Vara bilirsiniz de yani halal mubah şeylerde zerre kadar şüphe olduğuna göre onu özüne kadar etmek. Ra'sen bu meselede de imamıydı. Ra'sen fil fıkh. Fikte imamıydı.
Hətta onun bütün bir məzhəbi var idi. Bütün şəriəti toplamışdı. Və hamısının hədislə. Özdə ən səhih hədislərlə. Rəqsən fi təfsir. Təfsirdə də imam idi. Misal gələcək. Ərəb dilirsən, ərəb dilində də imam. Saim vel qaim. İbadətdə onu çatan yox. Və s. və s. Yəni bütün fənlərdə imam idi. Əsasən necə tanınıb? Alim-el hədis. Hədis ravisi, hədis alimi. Vel faqih, həmçinin faqih idi axı. Dediyim o bütün bir məzhəbi vardı və öz kitablarını öz əlləri ilə bastıranda onun şagirdi bu hadisəni görəndə görür ki, kitablar diridir, torpağın altına gedir, bütün bir məzhəb, bütün bir şəriət. Və bu İmam Əbi Hənifədən qabaq olub. Şagirdi qayıdıb ona dedi ki, ya imam, əleysə firdikazi xums, məyər tapılan xəzinədə 1/5 deyil, tapana, bir bəli, götürün 1/5, bir xuz nəşid, nə gidirsən götür. Və deyir, o bastırdığından 1/5'ni götürdüm. Yəni belə bir şəkildə ona hilə qurdum ki, yəni xəzinə bastırsa, mən də xəzinə biləm hardadır. Yoxsa gələndən sonra mən biləcəm ki, burada xəzinə var. Mən də xəzinə tapanlar kimi haqqım var. Xəzinə tapanların şəriəti hökmü nədir? 5/1 xums deyil. İcazə versən 5/1'ni götürüm və həmin kitablardan 5/1'ni yalnız götürə bilir və onun bu 5/1, elimin 5/1'i cəmi cümlətanı nuru bütün dünyaya yayılır. Elə bir kitab yoxdur ki, orada Süfyan Sevri ya görüşü, ya rəyi, ya fiqh, ya hədis, ya təfsir, ya bilirsiniz də, həmin o 5/1. Qalan hamısını torpağa gömülmüşdü. Niyə görə gömülmüşdü qardaşlar? Öcüb. Özü üçün qorxurdu. Özünü layiq görmürdü. İmam. Bunlar şöhrət axtarmırdılar qardaşlar. Əksinə. Bunlar tarixdə yoxa çıxmaq istəyirlər. Bunlar adları zikir olmamasını istəyirlər. Nəinki yüklənmək. Nəinki insanlar onlara ittiba etsinlər. Halbuki imamın məzhəbi hədisdən qırağa çıxmırdı. Kitab və sünnə. Yəni hətta bu məzhəb olanda rəy və ictihad yox idi. Kitab və sünnə. Tərtəmiz, düzgü kimi. Hətta onun haqqında elə rəylər var ki, o rəyləri mən burada zikr etməyəcəm. Qəsdən. Çünki digər imamlara ehtiram əlaməti olaraq. Hətta onun məzhəbi ən güclü məzhəb sayılır, 4 məzhəb meydana gəlməmişdən qabaq. Bunu imamlar özləri deyirlər, 4 imamlar. Bir o məzhəbi bizdən güclüydür. Özləri deyirlər. Bastırdı. Və bu həmin sinif insanlardan idi ki, alimlərdəndir ki, ya yandırırdı kitablarını, ya bastırırdı. O bastırdı kitablarını. Ne üçün bastırırdı? Həmçinin fitnə zamanı idi. Qorxurdu ki, kitablar zənadiqa əlinə düşər və hədisləri orada təhrif edərlər. Bəs niyə görə onun 5/1'ni şagirdinə icazə verdi? Çünki şagirdi etibarlı əllərdir. O kitabları qoruyacaq lazım yerdə. Ona görə bu etibarlı əllər. Bir var ki, kitablar açıq yerdədir. Bazarlarda, dükkanlarda, kitabxanalarda və zanadiqa bilirsiniz, Avropadan zanadiqa gəlib hədislər uydururdu, təhrif edirdi və qorxurdu ki, nədir? Allah Resulü sallallahu aleyhi ve sellem dindən, onun adından nəsə bir təhrif, hədislər təhrif edərək ola bilər deyə. Rahiməhullah Teala. İmam Əbi Hənifə Rahiməhullah deyir ki, məzhəblər bunlar idi. Əth-Thəvri məzhəbi, vəl-Əvzə'i məzhəbi, Malik və Şafi və Əhməd. Və təbii ki, İmam Əbi Hənifə. Yəni, ilk məzhəblər 6 idi. Və Əvzə də həmçinin öz məzhəbini qorumadı. Və həmçinin, subhanallah, onlara o şagirdlər mühayyə olmadı ki, onu yazsınlar və təzədən bütün dünyaya yaysınlar. İllə ki, Rabbim Subhanahu və Teala hikmətindəndir ki, bu 6 imamdan yalnız 4'ünün məzhəbini qoruyub İslam ümmətinə çatdırdı. Yaxşı, təfsir haqqında onun rəyini dinləyək. Baxın qardaşlar, görün necə nadir təfsirləri vardır. Bir dəfə bu ayəti soruşurlar ondan. Deyir, cənnətdə və idə rəaytə fəmmə rəaytə naimən və mulkən kebira. Ne deməkdir bu? Yəni sən ora baxanda, sən cənnətə baxanda orada çoxlu nemətlər və böyük bir səltaniyyət görəcəksən. Yəni cənnət əhlinin səltaniyyəti var, mülkü vardır. Nədir o səltaniyyət? Təfsirə baxın. Bir cənnət əhlinə elə bir səltaniyyət veriləcək ki, mələklər belə onların yanına daxil olanda izin alacaqlar. Bu cənnət əhlinin səltaniyyətidir. Sən təsəvvür etsən cənnətdə elə bir sultansan ki, mələklər sənin səltaniyyətinə, məmləkətinə, bostanına, bağçana girmək üçün səndən icazə alır. Bu kimin təfsiridir? Süfyan-ı Thəvri. Qəlbə təfsir eləmə. Yeni bir şey söylət. Allahu Akbar.
Həmçinin bu ayeti soruşurlar ondan. Senestedricuhum min haythu la ya'lemun. Biz onların düşünmediği yerden onları istidrac edeceğiz. İstidrac ne demekti? Yani istidrac, duruc, yani insan pille pille yukarı kalkır. Nimetler içinde yukarı kalkır ve sonra zirve çatanda bir başa kelle mayalık aşağı gelir. Bu istidraçtır. Böyle izah edeyim. Ama tefsirde istidraç ne demektir? Süfyan Thevri dedi ki senestedricuhum min haythu la ya'lemun. Biz onların düşünmediği yerden onları istidraç edeceğiz. Yani onlara her taraftan nimet verecek. Nimeti başlarına dökecek. Ayaklarının altından, sağından, solundan ve şükür etmeyi onlara kazan edecek. Siz bunu görürsünüz kafirlerde. Nimet baştan ayağa. Şükür yoktur. Var ama Allah'a değil, başkasına. Ya tabiate, öyle değil, ya iktisadiyata. Üzdü mü? Allah'tan başka her şeye. Bu istidraçtır. Süfyan Thevri'nin güzel tefsirlerinden senestedricuhum min haythu la ya'lemun. Onların düşünmediği yerden onları istidraç edecek. Yani her taraftan onların başına nimeti akıtacak, ayaklarının altına her yandan ve şükür etmeyi onlara kadar edecek. Şükür edebilmeyecekler. Bu istidraçtır. Harithi, İmam el-Harithi dir ki evde oturmuştum Küfe'de. Birden dediler ki Ca'a Süfyan, Ca'a Süfyan, Süfyan geldi, Süfyan geldi. Doğru. Bir hayatımda onu görmek istedim. Tez çıktım hayata, çoklu insanlar gördüm, bir nefer karşıladılar. Bir uşaq, genç, hələm həddi buluğa təzə çatır deyəsən. Saqqalı belə çıxmayıb. Çenesinin altında ve yanağında vurulan 2-3 tane tük görərdim. Bir bunu görəndə özümə asıl olmadan bu ayette okudum. وَآتَيْنَاهُ الْحُكْمَ صَبِيَّا Ey Yahya, biz sana körpe iken müdürlük verdik. Allahu Ekber. Yani bu yaşta artık dünyanın imamıydı. Kâne âyetin fil hifz. Zekada ayet idi. Allah'ın bir nişanesiydi. Öz hakkında nedir? مَا وَقَعْتِ عَيْنِ عَلَى شَيْءٍ اِلَّا حَفِظْتُهُ Gözümü tez tez bağlı gezerdim. Soruştular niye göre Süfyan? Bir gözüm gören her şeyi ezberleyir. Eşyaları, divarı, bazarı, yeri, göğü, tahtlar, her şeyi. Gözüm ele bir şey görmür ki onu ezberlemesin. Onu tez tez gözlerimi bağlayardı. Ayetil hifz. Yani hifzde, zekada yani yaxşı qulaqları bəs. Bir bazara girəndə qulaqlarını tıxıyıb, parmağıyla tıxıyıb, bazarın bir tərəfinə girib, o tərəfindən çıxardı. Bir dəfə soruşdu, ya Süfyan niyə belə edirsən? Vallahi eşittiğim her tacirin sözünü beynim ezberleyir. Burada qışqırır ki, xalçalar var, filan qiymətə var, nə eşidir, hamısı ezberleyir. Ona göre o ezberləməsin, beynim, yani qəlbimdə olmasın, məcburen qulaqlarımı və gözümü bağlayayım və qulaqlarımı tıxım. Yaxşı, misal gətirə bilərsən onun zekasına, hifzinə. Bir dəfə böyük bir imamın dərsindəydi, Hişam ibn Urva. Böyük bir imam, fəqih alim. Onun dersindeydi. Ders emel başı ders yani. Yani bir müddet geçti. 2 namaz arasında ders oldu. O derste bütün bir kitabı şerhledi. Yalnız hadislerden. Hadisler neceler? Haddesena Resulillah. Tamam. 4'lük rivayesi de. Düzdü mü? 4'lük rivayesi. Ya da ki kızıl rivayet, 3'lük rivayesi. Ve diyat babıydı. Yani fikir bablarından biridir. Ve Hişam ibn Urva görür ki bu genç uşaq ne defteri var, ne gelemi var, oturup bakır şeyhe ne yazır, öyle böyle dinleyir. Sanki Hişam ibn Urva bu uşaqdan gileylendi ve ders emelli bak yapardı, yani 2 namaz arasında ders yapardı. İmam Hişam ibn Urva uşağa bakanda, uşaq qaydı buna Thevri, İmam bütün dersi sen ezber danışın mı? Kâle if'al, ele. Ve dir haddesene 1 hadisi getirdi. Haddesene 2, 3 derste olan bütün hadisleri isnadıyla ravisiyle bütün mevzunu şeyh dediği gibi ezberden danıştı. Onda başa düştü ki bu uşaq ayetun min ayetillah. Allah'ın mucizelerine bir mucizedir. Kâne la yehtacu ila kitabe. Yazmağa ihtiyacı olmayan ayetlerdendir. Yani siz bunu Resulullah sallallahu aleyhi ve sellem'de görende hardasa bir teəccüb, hardasa bir şeytan şek katırdı gəlbinizə. Allah Teala bu insanları yaratırken de sizin gəlbinizə şek olmasın. Bunlar peygamberlerin varislerdir. Hepsi mənası budur.
El ulemâ'u vârefetul enbiyâ. Ulema bunlardır. Yani bizim gibi cahiller yok. Bunlar. Ulema. Bak bu ulema Resulullah sallallahu aleyhi ve selleme okşarlık var bunlar. Ki verirsiniz Resulullah gelen tanımırdı. Peygamberlik mucizelerinden biri, Tevrat ve İncil'de onun alameti, o gelen görmeyecekti hiç elinde. Bu onun peygamberlik alametiydi. Ve Peygamberimiz sallallahu aleyhi ve sellem bu dini kalem tutmadan, yazmadan, okumadan getirdi. Bu Nebiyyül Ummi. Tevrat ve İncil'de yazı ve okumak bilmeyen bir peygamberdir. Yani hardasa şeytan vesvese atırdı bize, düzdü mü? Ve bu artık neşenci bizim kahramanımızdır ki gəleme ve kitaba ihtiyacı yoktur. Bununla beraber Subhanallah yenide qırağa çekende onları hamısını yazardı ve ezberleyerdi. Hatta dabt ve itqan olsun. Ezber bildiği hadisler. Arkadaşlar bizim kimi yok ya yani Ebu Hureyre rivayetiyle diyor. Haddesena an Ebu Hureyre. İsnadıyla. Tamam. Bildiği hadislerin sayı 300.000 isnadıyla. 300.000 hadis isnadıyla ezberinde. Özü necə? Ne bir tane herif artık ne de bir tane herif eksik. Yani necə Allah Resulü sallallahu aleyhi ve sellem'in mübarek mişkat-ı nübuvasından çıkıpsa o şekilde tehrif olmadan. Hatta bir defa ona dediler ki ya imam senin rivayetlerini kimi rivayetler görmedik. Sanki Resulullah sallallahu aleyhi ve sellem dinledik. O da ucubdan korktuğuna göre dedi ki sus. Ben sadece olarak manaları size rivayet edildim. Halbuki öyle değil. Halbuki öyle değil. Bütün imamlar tesdik edir ki onun rivayetleri olduğu kimidir. Bizzabtı ve ittikam. 300.000 hadisten yalnız 10'da 30.000'ni rivayet elədi. Diğerlerini hiç vaxt rivayet eləmədi. Niye göre? Onları zayıf görürdü. Çünkü özü imam, hadiste imamdır. Yani hansı hadisler onun qəlbində rahatçılıq təşkil eləmirsə ravilərə görə, onları hiçbir zaman heç yanda danışmadı. Ama ezber bilirdi. Danıştığı hadisler, onun yalnız səhih gördüğü hadisler, o da 10'da 30.000 hadisi rivayet edildi. Bir dəfə hadis imamlar, böyük imamlardan birine deyirlər ki, senin bu rivayetin, Süfyan'dan geldiğin bu rivayetin 4 fikat alime muhaliftir. Dedi kimlerdir onlar fikat? Dediler İsrail, dedi fikat, fert, ikincisi kimdi ve 4 nefer ravi getirdi. Dördünü ve dedi ki bu 4 nefer ravinin hadisi Süfyan'ın hadisine muhaliftir. Hemen imam tebessüm ederek dedi ki bu 4 nefer fika olmağına bakmayarak onların 4.000'i bir tane Süfyan'a benim için tay değil. Bir tane Süfyan benim için besledir. Onların 4.000'le beraberdir. Bakın onlar fikattır. Bir dapt yani hifsinin haddine artık itiyle değil olmaktan göre. Kâne yu'azzımı sünnet. Sünnete ta'zim ederdi. Hatta özü hakkında buyurur ki ele bir hadis yoktur ki onun hayatımda hiç olmasa bir defa da olsan emel etmiş olmadı. Yani emel etmediği sünnede hadis yoktur. Hamısı emel edilir. Biriyle bir hadis yoktur ki sünnede hiç olmasa bir defa da olsa hayatımda onu emel etmiş olmuyor. Ve kâne şedîden alâ ehlil ehvâ. Ve bidat ehline karşı çok şiddetliydi. Bir alim vardı o zamanda, büdremişti. Ve bidata düşmüştü. Cenazesine gitmedi. Cenazesine gitmedi. Çünkü bidat ehline göre şiddetliydi. Bidat ehline karşı şiddetliydi. Soruşurlar ki niye göre yani bütün bu hadislerin hamısına emel edin? Hamısına. Ve çok ağlayardı. Diyerdi korkuram bu hadisler men eleyime hüccettir. Yaxşı ibadeti hakkında biraz danışaq. Fuqaha muhaddis alimlerden biri deyir ki Ümre ziyaretindeydim. Kabe'ni tavaf etmeye başladım 2 ezan arasında. Ve Süfyan hemen an secdeye kapandı ben tavafa başlayanda. Ben 7 tavafı bitirdim ve 2 ezan arasında tavafı bitirdim. Süfyan halen de secdeden kalkmamıştır. Devresi ki burada ne var ya? Yani 1 saat yarım secdede kaldı. 10 dakika secdede kalıp bak gör ne hissedeceksin. Ellerin tutulur. Bütün kan başına yığılır. Ve artık kalkabilmişsen çiğinlerin neyini imtina edir. Hissedersiniz bunu. Bir de marak için secdelerini uzun ele. 10 dakika çok yok.
Göreceksin nereye baş verir. Demek bu insan mütederrib. Yani artık secde için o kadar alışıp ki bunun için saat yarım secde kalmak hali şeydir. Yani seccad. Secdede çok kalanlardan idi. Başka bir imam deyir, hadis alimidir ki tuftu seb'ate esabi'. Seb'ate esabi' kardeşler yani 49 tavaf edir. Seb'ate asabi izah edeyim. Burada bir fikir fayda vereyim. Kardeşler bir ibadet var ki o yalnız bir yerdeydiler. Mescid-i Haram Kabe'de. Ondan başka hiç yerde o ibadet etmeyin. Olur o nedir? Tavaf ibadeti. Tavaf ibadeti hakkında muhtasar bir size izah vereyim. Demeli neymişsiniz? Ümre değil, hecd değil. Boş bir asıda baktı, Mescid-i Haram'a, Kabe'ye girdin. Neyse tavaf edirsən. 7 dəfə tavaf elədin mi? Ümre değil axı. Say yok, hiç ne yok. Tavaf elədin mi? Eğer yorulmamısansa, taqətin varsa təzən başla. Yeni 7 elədin mi? Yorulmamışsansa, taqətin varsa yeni başla. 7 elədin mi? Və hər dəfə eləyəndə 7'ni tamamla. 7. Ha bak gördün ki tükendin, axırıncı 7'ni tamamla çıx. Hədis alimlərindən biri deyir ki, bir dəfə nəsib oldu mənə 49 tavaf elədim. 7 dəfə 7. Və həmin müddətindən başlayanda Süfyan Thawri səcdəyə girmişdi və 7'sini, yani 49'u tavafı qutaranda səcdədən başını qaldırdı. Yani çok uzun secde dua etmeyi severdi. Kardeşler bizim bu imamın çok garibe hasail, hisletleri var. Birinci ölümü haddinden artık çok zikrederdi. Ve bu ben derdim ki ölmüş sünnettir bizim zamanda. Haddinden artık çok zikredilmeyi ne demektir? Seher, gün orta, akşam, gece, seher, gün orta, akşam. Yani her gün seherden akşam kim? Bizden hansı birimiz buna edir? Bu ölmüş sünnettir. Delil nedir bunun ölmüş sünnet olmasına? Ekfiru. Allah Nebi sallallahu aleyhi ve sellem der ki hâzibil lezzet. Lezzetleri darmadağın ile eden, bütün həzləri, şəhvətləri uçurup aparan, dadı qaşırdan ölümü çok zikredin. Ekfiru deyir. Bu ölmüş sünnettir. Biz neyi çoxaldırıq? Anekdotu. Lətifəni. Semişkanın ağı da gelsin, qaranlık gelsin. Dedim ama bakın bunlar neceydi? Kâne yuktiru min zikril mevt. Ölümü çok anardı ve ölümü ananda da ağlayardı. Üzünde acayip bir hüzün var idi. Çok kövrə ve çok hassas idi. Soruşurdular ki niye belaya imam? Deyir ki ahafu ev etehawwafu an akuna fi ummil kitabi şakiyyen. Korkuram ki levh-u mahfuzda bədbəxtlərdən, bilmirəm baxar. Tabii ki Allah Subhanahu teala lütfündən ki belə insanlar levh-u mahfuzda bədbəxtlərdən olmur. Çünkü men aişe ala şeyin mâte aleyhi. Kim neyin üzerinde yaşıyorsa onun üzerinde ölür. Kayda budur, değil mi? İ'melû ve likulli mâ yessere. Öyle değil. Herkes emel etsin, herkes ettiği emele göre onun hatmesi asanlaştırılacak. Değil mi? Sadece insanda korku vardı. Bir korkuyorum ki Allah'ın kitabında ezelden şakiyyen cehennem ehli yazmışım bilmem. Ona göre ölümü hatırladığında. Onlar necə ölümü hatırladırdı? Piliteler üzerine geldi, karanlıkta kaldım ve beni əzabdan yalnız əməllərim vuracaq. Görürsən, o əməllər orada işləyəcək, qəbuldur, keçərlidir, mötəbərdir, hətta işləsin, hətta qorusun məni. Mən və əməllərim qəbirdə. Və əzab ayağımın altından gəlir, sağdan gəlir, soldan gəlir, başımın üstündən gəlir. Sədəqələrim riya olsa nə olacaq? Sağdan qolmayacaq. Getdiyim addımlar məscidə, şöhrət və riya olsa, ayağımın altındakı həsənət mənim ayağımın altına gələn əzabı geri qaytıra bilməyəcək. Okudum Qiyamul Leyl, Salat, Teravih ve Hatib, orada şöhret veyahut da ki tanınmak şehveti, şöhreti veyahut da ki riya ve sum neyse karışarsa o da işlemeyecek. Kalbim tek yani bu. Tesevvüle bunlar fayda vermiş. Tesevvüle kabul olmasa ne olacak hal? Yani onlar hemşinin sekerat-ı mevt'ten çok korkurdular. Ahırıncı dergede ölüm nece olacak? Yani ölüm anı, o ölümün sancısı var. O vakti başka bir ders gelecek inşallah. Onun sancısı dehşet olur. Yani ölümün sancısı, meykoşluğu ve ruhun bedenen melekler tarafından çıkartılma ameliyatı aslında çok ağırlı bir şeydi. Yani o öyle olmasa ruh oradan çıkmaz. Ruh oradan çıkartıldığında büyük bir istirap yaşanır. Hatta müminler için. İlk anda böyle olur. Ve onu zikirlerdi ve çok korkardı ve çok ağlayardı. Bu onun bir tarafı. Yani çok hassas, çok kövrek, çok ağlayan
ve eyni zamanda hadsiz zarafatçıl ve çok gülen idi. Ve bu nadir şeylerdendir. Kimi hatırladı? Muhammed ibn Sirin yazı gelir. Hemşinin İmam Eşşa'bi, Amr ibn Şurahbil yazı gelir. Bu da neyi gösterir? Vallahi alem onun hadsiz zarafatçıl olması ve çok gülmesi iti zekasına delalet ediyor. Adeten bir mecliste bir zarafat yerinde zeka sahipleri hemen reaksiyon verir. Zekası zayıf olan ne yer? Bir neçə dakikadan sonra gülür. Buna ne diyorlar? Zürafeye indi çattı. Öyle değil. Söz verdi halk arasında. Ama zeka sahibi ne yer? Eşiden kim reaksiyon verir? Yani zarafat yarın çıkmamış reaksiyon verir, başlar gülmeye. Bu ne gösterir? Götürme kabiliyetinin, zekanın hadsiz iti olması. Yani zarafat çıkmamış. Ve zarafat da bunlarda neceydi? Birinci yalan olmadı zarafatlarda. Zarafatlar gerçek olurdu ve hamsının manası vardı ve çok zarafatçılıydı. Ve bunu güldürmek çok asanlıydı. Yani çok hikmetli, manalı bir latif zarafat desen yani özünden gelirdi. Hatta bir defa öyle gülmüştü ki ayaklarını uzatıp başı arkasına gitmişti. Süfyan Sevri ve onun bir şagirdi vardır, başı ağarmış hadis alimlerinden. Onun şagirdiydi, kocaman alimiydi. Hemin alim derdi ki Süfyan kimi imam yoktu. Eğer bu zarafatlar elemeseydi. Ve gelip ona derdi ki ya imam ila meta hadal muzah ya imam ila meta hadal muzah fe inne hadal muzah la yeliqu bi alim. Ya imam ha vaxtda kim belə zarafat, ha vaxtda kim belə zarafat, axı bu zarafat alimə yaraşmır. Bu kim derdi? Onun fanatı olan alimlerden biri ki kocaman alimin onun şagirdiydi. Hemşi alimler deyir ki bunun hadden artıq yani ölümü zikir eləməklə, ahireti zikir eləməklə ağlanması, kövrəməsi ve eyni zamanda zarafatı yani hemen reaksiya verməsi ve çok gülməsi ve zarafatçıl olmasına gösterir. Onun həssas xislətli insan olmasını gösterir. İnsanlar var ki həssaslar. Hatta subhanallah mescidden eve gedəndə, yol gedəndə o kadar zarafat ederdi ki zarafatı sevmeyen şagirdlerden biri qəsdən arkada qalardı ki o zarafatları eşitməsin. Zarafatı çok severdi rahimahullah teala. Onun en büyük faziletlerinden biri emr bil ma'ruf, yaxşılıkları emretmek ve nehy anil munkar ve pisliklerden çekindirmek. Dili sakit tutmazdı. Harda münker görəndə hemen onu neylerdi, düzenlerdi. Harda yaxşılığı emretmeye lazımdı, hemen tehire salmazdı. Ve kardeşler bu en çetin ibadetlerden, en çetin kurbat ve taatlerdendir. Yani yaxşılığı emr eləyəndə ola bilsin senden qəbul edəməsinlər. Ola bilsin ki seni acılasınlar. Ola bilsin ki insan o kadar nüfuzlu ki sen üzerine bağırsın, seni əzim eləsin. Sen uşaq kimsən ki mənə bunu deyirsən? Olur olur. Zaten uşaqdır canım, düzdür mü? Ve bu onu usandırmırdı. Daima yaxşılıklar əmr edir, pisliklerden çekindirirdi. Ve hatta deyirdi ki eğer bir yaxşılığı yerinde ve pisliği yerinde çekindirmeyi bacarmasam hüzündən eve gedəndə ayak yoluna qan gedərdim. Hüzünün şiddetinden ki ben bunu diyebilmedim. Təsəvvürləyin. Allahu Ekber. Deyir ki imamlar onunla həcc elədik. Həcc əvvəlindən ta eve qaydana kimi yaxşılıklar əmr edir ve pisliklerden çekindirirdi. Ve kardeşler bu çok çətindir. Benim başıma geldi. Bu yakınlarda çok nüfuzlu tanınmış bir ulduzla üz-üzə geldik. Dedim fürsette 10 ildir bu fürsəti axtaran, dedim ona bir yaxşılığı əmr edeyim ve pislikten çekindirim. Qırağa çektim, əldə sığal çektim, çıltıyla ona yaxşılığı əmr etdim ve pisliğindən tutduğu yoldan çekindirdim. Duruqdu, başını saldı ve teşekkür elədi. Dedi Allah razı olsun, qəbul edim. Ve sonra cenazeye gitti, dəfində iştirak elədi. Mən də yatıb dincəldim evdə biraz. Çünkü ağırdı, vəziyyət yaxşı değildi. Başka bir adamın cenazesiydi. 3 saatten sonra zəng elədi, telefonda dişindən çıxan mən dedi. Qışqırdı, bağırdı, mən nə günü qoydu. Elə azad deyil arkadaşlar. Ve bayaq, yani 2-3 saat buna qabaq, Allah səndən razı olsun, şeyh qəbul edildi. Hamısını tam əksini elədi. Başta da hamısını təzdən geri, inatkarlıq, təkəbbür və yani azad deyil. Allah xüsus o insan çok nüfuzlu, çok tanınmış ve. Kardeş de əxir iman əhlidir. Amma çok dərinə gedib. Elə şey dərinə gedib ki ya o getdiyi yolla axıra kim getsə qorxam ki axırda namaz da ondan götürüləcək
İman da ondan götürülecek çünkü gittiği yol yaramır. Show business'in en ahmak növlərindən. Kardeşdi, iman əhli 10 ildir tanıyıram. Fürsət dedim, bəlkə çəkindirərəm və elhamdülillah. Yəni asan deyil. Mən başa düşdüm ki, əmr bil ma'ruf və nehyən munkar kimi acı ibadət yoxdur. Çox çətindir. Heç düşünməyin, asandır və bu ayət təsadüf deyil. İnna nahnu nazzalna aleyke zikra İnna nahnu nazzalna aleykel kitabe tenzil fasbir. Allah Teala diyor biz sana ya Muhammed kitabı nazil edecek, sabreyle. İkinci ayet nedir? Sabreyle. Çünkü bu kitap ele bile gelmeyecek. Sen onu öğrettikçe başına musibetler gelecek. Sen çekindirdikçe sen başına musibetler ve bunun yolunda ve tevasav bil hakki ve tevasav bis sabr. Çok çetindi. Ve bu imam usanmazdı. Başına ne gelir gelsin. Ona göre İmam Ahmed'in gelminde en büyük imamıydı. Hiç vakit emri bil maruf. Kardeşler bu emri bil maruf ve nehy an munkar insanın həqiqətini üzerine çıkardır. Onun ihlasını, onun imametini, onun celaletini, onun kimliğini, her şeyini. Çünkü bu emele göre bir ümmet olabilsin ki zelzelelerden, tufandan ve beladan ne olsun? Eff olunsun Allah Teala tarafından. Yaxşılıklar emrettiği ve pisliklerden çekindirdiğine göre. Eksi de eksi. Allah Teala Beni İsrail hakkında El-Maide suresinde ne diyor? Kanu la yetenahawna an munkerin fa'aluh. Lebise ma kanu yef'alun. Çünkü onlar pisliklerden çekindirmirdiler. Ve onların tuttuğu iş ne pis iştir. Ona göre onlara bela geldi. Hemen hadiste hatırladım. Bir defa Allah Subhanahu Teala azab meleğini Beni İsrail'e gönderir. Bir kemde. Bu hadisi çoğunuzu bilirsiniz. Ve azab meleği seferimizi Cebrail olur aleyhisselam. Gelir görür ki hemen kentte bir abid var. İbadetten usanmır. Diyor ya Rab burada bir abid görmeli. Kendi gelmekle abidin yanına geldim. Adam ibadette. Allah subhanahu ne diyor? Cebrail eli ondan başlar azabı. Hikmetin nedir? Çünkü onlar özleremediler. İnsanlara emretmirler de çekindirmirler. Harda kırıldı, harda battı. Millet nece taracı olur olsun. Ne işin var? Allah sabir eder, rahmet eylesin. Neyse geçelim mevzumuza. Bir defa Abbasi halifelerinden biri El-Mehdi həcdə olur ve həcdə onun üçün cəhcəlallı bir xeymə, kübbə qururlar, minadadır ve eşidir ki Süfyan-ı Thevr də həcdədir, deyir onu kim bura tutub getirə bilər? Mən də onu görmək istəyəm də. Sultanlardan qaçırdı, xəlifələrdən qaçırdı, onlardan da özlərindən də, hədiyələrindən də. Ve nəhayət şeyxi tapırlar minada ve deyirlər ki şeyx Xəlifə Əl-Mehdi səni öz xeyməsində görmək istəyir. Bir tər, yəni qılığına girib bir tər onu xeyməyə gətirirlər və gətirməklərinə peşman olurlar. Xəlifə onu görəndə sevinir. Gör bizim xeyməmizi kim təşrif edib? Dünyanın imamı, şöhrəti bütün xilafədə yəni. Xəlifələr belə insanın onların sarayına ya da xeyməsinə, palatkasına girməsindən şərəf duyardılar. Onlara göre izzetlənərdilər. Bunlar elə bir imamlardı. Xəlifə deyir, gör kim gəlib bizim xeyməmizi təşrif edib, nurlandırıb. Əhlən marhaba bi imam. Cavabında nə deyər? Deyir ki, ya imam, sən hacətək, irfa' ilənə hacətək. İstədiyini dilə. Sənin bütün ehtiyaclarını xəlifə qarşılasın. Cavaba bax. Yəni, hansı ehtiyaclardan danışırsan, bütün yeryüzünü zulmün və həddi aşmağın mürüyyəndə sonra. Allah'tan hiç mi korkmadın yani müminin? Təklikdə də söhbət edər. Və Xəlif Mehdi başını aşağı salır, sanki etiraf edir, biraz kızarır. Sonra başını qaldır, sən hacətək ya imam, sən öz ehtiyacını söylə. Necə sənə ikram edəyik? Deyir, Allah'tan qorx və ədalətli ol. Deyir, birdən bacarmıramsa, yerinə başqasını ver, başqası bacaran gəlsin. Nə oturmuşsan burada? Sondaki kürsü verilen şeydi. Dedi ki bacarmırsan sen adaletli olmağa, adaletli olmağa bacarmırsan, düş tahtından başkasına ver. Halli ve gayrek. Ve halifenin başını salır, kızarır, pert olur. Ve başını üçüncüden halife kaldırır ve der ki sen haceteke imam, hansı ihtiyacını sen karşılayak? Emrele. İttakil ya emir müminin fil muhacirin vel ansar ve ma ateyte ila hadal mansab illa bi suyufihim ve evladuhum ciya'. Ya emir müminin Allah'tan kork. Seni bu tahta getiren muhacir ve ansarların kılıçlarıdır. Uşakları acından ölür. Muhacir ve ansarların uşakları acından ölür. Halbuki seni bu tahta getiren
Onların babaları mühacir insanlardır. Allah'tan kork. Yani insan subhanallah dehşet bir insan idi. Yani bu tabii ki tekliftedir. Cemaat içinde değil. Tekti bu. Halife 4. defa risk edir ki ya imam sen hacetik. İhtiyacını dilen. Sen öz ihtiyacını dilen. Bir hacca Ömer ibn-i Hattab emir-i müminin radıyallahu anhu haccen. Bir Ömer ibn-i Hattab da hac eləmişti. O da buradaydı Mina'da. Ve haccın sonunda soruştu ki bu hac bize ne şey başa geldi? Dediler ki ya emir-i müminin Ömer'a. Ya emir-i müminin 16 dirheme. Deyir ki inne hâde la yutâku aleyhi cibâl. Ben burada dehşet israflar gördüm. Hiç dağ bunu daşıyabilmez. Ömer necə daşısın Ömer ağladı. Halife bunu görəndə dedi ki bunu çıkartın. Artık tabi getirebilmiyor bu nəsihətlerde. Yani ona göre İmam Ahmed'in qəlbində bu insan İmam la yusavuli ahad. Qaşardı. Onların hediyesinden de, onların bəxşisindən de soruşanda ay imam, axı onlar sənə ikram eləmək istəyirlər. Sən onlara qarşı niyə belə edirsən? Deyir, mən şək eləmirəm ki, onlar mənə ikram edəcəklər, ihanət eləməyəcəklər. Mən inanım ki, onlar mənə elə ikram edəcəklər. Amma burada başqa məsələ var. Bax, indi izah edir. Həmçinin Abu Ca'far el-Mansur, nə biləsən kimdir Abu Ca'far el-Mansur, Xəlifət Abbasi, Allah hamısına rəhmət eləsin. Bunların həsənəti də var, qardaşlar. Futuhat, ölkələrin fəth olması, Zanadiqə müharibəsi, hədisin dirilməsi bu xəlifələrdir. Amma yəni haqq sahibi də öz sözünü təklifə qalanda deyirdi. Söhbət başqa. Abu Ca'far el-Mansur nə deyir xəlifəyə? Ona da elə nəsihət eləmişdi. O da onun nəsihətlərindən dözməyib və onu çıxartdırmışdı məclisindən. Təsəvvür edin. Gələcək o məsələ inşallah. Zuhdu haqqında, baxın qardaşlar, onun zuhdu haqqında, yəni özünə məxsus çox gözəl fetvaları var. Soruşurlar ki, zəngin insan zahid ola bilər, varlı mümin zahid ola bilər. Qalə nə'am, bəli. Dinleyəcək. İzə u'tiyə şəkər və izə muniyə sabar. Nimət ona veriləndə, nimətin şükür edər, nimət ondan geri götürülsə, səbr edər. İzah edeyim. Yəni bir mümin varlıdır. Əməli başda, varlı kârlı, yəni milyonər. Nimətin şükrünü eləyirsin. Necə deyir? Şükür, yox. Əməllə. Sən kasıb bir dənə qurban kəsəndə o 100 dənə kəsir. Varlı baxır. Hamı işatsın. Nimətin şükrünü verir. Tamam. Həccindən qalmır, ümrəsindən qalmır, zəkatı yerində, sədəqəsi yerində. O qədər varlıdır ki, kəndləri bəsləyir, xalqları bəsləyir. Bildin? Yəni, İdə u'tiyə şəkər. Nimət onu veriləndə nimətin şükrünü verir. Nimətin şükrünü verir, yəni bu mənada. Və idə muni'a, əgər nimət ondan geri götürüləsə, sabar. Səbr eləyər. Səbr nədə ibarətdir? Elhamdülillah, verən Allah, götürən Allah, o bilən məsləhətdir, riza göstərər, elhamdülillah. Səbr budur. Bu insan əsl zahiddir. Həmçin Süfyan Thawrinin gözəl fetvalarından zuhd haqqında buyurur ki, birinci kişilərə mal dövlət gələndə ikrah edərdilər. Kimdən ilə sahabələr? Yəni mal gələndə deyərdi ki, fitnə gəldi. Bizim zamanda isə mal dövlət mömin üçün silahdır. Eşitdiniz mi söhbət? Bu 3-cü əsrdə elə, 20-ci əsr deyil. Hicrətin 3-üdür. Deyir, birinci kişilərin zamanında mala ehtiyac yox idi. Həyat o qədər sadə idi. Mal dövlət gələndə bir sahabəyə, sənin qızıl, qaçardı evindən, başını tutub qaçardı, deyərdi, arvad başımıza müsibət gəlir. Yalnızca gəlir, keçmiş dərslərdə. Nə deyərdi? Fitnə gəlir. Birincilər maldan ikrah edərlər. Bizim zamanda isə mal dövlət mömin üçün tursuhu, tutduğu, o atdı, turs var, nizədir. Möminin nizəsidir, silahıdır. Əgər olan zamanda belədirsə, bizim zamanda necə? Mimdəbil əvlə. Çünki artıq elə bir zaman çatdır ki, yəni əl-mu'minul qavi xayrun ahabbu ilallah minəl zayif. Şübhəsiz ki, güclü mömin Allah qatında daha xeyri, daha sevimlidir, nəinki zəif mömin və hər ikisi xeyri üzərindədir. Bax, həmin misaldır bu. Bir nəfər soruşur, yəni imam, mən çəkməkçiyəm də, iş düzəldirəm və 6 quruş alıram. Bu 6 quruş bir dirhəm edir. Bir dirhəm gümüşdür. 6 quruş da adi köprülərdir. Və buna görə mən birinci safa gələ bilmirəm. Amma əzanı eşidənə kimi işləyirəm, sonra gəlirəm və təkbir ehramı çatırım, amma axırıncı safa.
Bunu mu elim yoksa birinci safa gelin? Deyir, xeyr, axırıncı safa gelin. Axırıncı safa gel, dirhemini qazan, ailene boş eline gitme. Bu senin için daha xeyirdir. Ne ki birinci safa gelip aileni ac koyup insanların eline bakmaktansa. Bu Süfyan-ı Thevri'nin fetvasıdır kardeşler. Gördünüz? Deyir ki, əməlül abtal. Heç bilirsiniz, qoçaq əməli nədir mənim yanında? Süfyan deyir, qoçaq əməli, qoçaq. Abtal. Kəsbul həlal vəl-infaqu aləl-iyal. Halal yoldan qazanmaq və ailəni dolandırmaq qoçaqların əməlidir məndə. Qoçaq. Allah'ım, qardaş ibrət götürək. İşləmək lazımdır. Çalışmaq lazımdır. Alhamdülillah. Və xeyr üzərindəsən. Və özü kasıb olmamına baxmayaraq işləyə-işləyə, çalışa-çalışa 200 dirhem yığdı və sonra onu tacirlərə verdi və dedi ki, ticarət eləyək və həcdə Məkkədə görüşərik. Və Məkkədə görüşüb öz yəni ticarət payından qazancını götürərdi və özünü dolandırardı. Hərdən onun qazancı ona geçəndə evinin tavanını satardı. Da borç qaydada kimi, borç qaydada təzdən alıb təzdən vurardı. Amma insanlardan istəməzdi, yəni zahid. Həmçin gözəl sözlərdən deyərdi ki, İttəqu fitnəteyn. İki fitnədən çox qorxun. Cahil abinin fitnəsindən qorxun. Adam abiddir, ibadət çox edir, amma cahil deyilmsizdir. Ondan qorxun. Bir də ki, alimul fəcir. Facir alimin fitnəsindən qorxun. Çünki hər ikisinin fitnəsiyle insanlar fitnəyə düşər. Facir alim kimdir? Yəni, şərhində gəlir ki, sultanın halal etdiyi həmin alimə görə halaldır, sultanın haram etdiyi həmin alimə görə haramdır. Yəni, Allahın arasında yox. Sultan nədirsə zakazlandır, odur. Bu facir alimdir. Belə alimdən qorxun, həmçinin facir abiddən qorxun. İndi həmin məsələ gələcək, izah edəcək, bu niyə sultanlardan qaçırdı? Baxın, gələcək qardaşlar məsələ. Onun, Tarıq Naratumlin, onun dəhşətli həyatında bir mihnə olub, yəni fitnəsi olub. Xəlifə Abbasi Abu Cəfər Mansur. Abu Cəfər Mansur, Allah rəhmət eləsin, yəni yenə də xəlifə, İslam xəlifəsi idi, şəriətlə hökm verirdi, ölkələri fəth edirdi, zanadiqa ilə mübarizə aparırdı, sünnəni ehya edirdi, bidat əhlinə vuruşurdu. Amma yəni insanda cabarut vardı, şiddət var idi. Bəlkə də onu şiddət eləyən nədir? Zamandakı əhval. Çünki zanadiqa çoxalmışdı, İslam düşmənləri çoxalmışdı, bidat əhli çoxalmışdı. Yəni bu xəlifəni kovud etmişdi. Və bu xəlifədə harcısa Həccacə oxşarlıq var. Yəni öldürəndə, yəni rahatlığına öldürə bilirdi. Bir dəfə Süfyan-ı Thevri'ni mənim yanıma tapın gətirin. Yuxudan uyanır, Süfyan-ı Thevri mənim yanıma tapın gətirin. Və gedirlər, şeyxi tapırlar, evindən çıxardırlar və dedi ki, xəlifə səni görür və onun xəlifənin yanına gətirirlər. Sara daxil olanda Süfyana xəlifə Əbu Cəfər, ya Süfyan, söhbət bitib, sən qazısan, hakim, südyan. Mən səni bəldənin qazısı təyin edirəm. Dedi, istəmirəm, olmayacaq. Dedi, olmayacaqsan, mən də səni öldürəcəm. Qal, if'al məşət, nə istən elə? Dedi, ya qulam, əs-seyf, sərdar, qılıncımı gətir. Və Abu Cəfər zarafət eləmədi. Qılınc gələndə getməlidir baş. Və natih, inək dərisi. Dərini sərirdilər ki, qan töküləndə yeri bulamasın da, inək dərisini tökülür, tez yığıb aparırlar. Gördü ki, qılıncı gətirdi və dərini saldı, xəlifə qılıncı götürən dedik, ya müminin, mənə bir gün möhlət verə bilərsən. Gördük, söhbət yox, ciddi doyum, yəni yoxdur, əz yapar. Yəni müminin, mənə bir gün möhlət verə bilərsən, deyir, sabaha kimi mən bir gün möhlət verir. Yaxşı, get. Evə gedən kimi şərə kürəsini götürüb həmən qaçır. Yoxa çıxır. Gecə gəlir, xəlifə rahat yatır, sabah Süfyan Thevri gələcək, qava libasında. Südya, maşallah, xilafətin ən gözəl bəldəsinin qazısı. Neysə, duha, az-zohur, əzan, namaz qılınır, Süfyan yoxdur. Şübhələnir. Xəlifə deyir ki, gedin onu evdə axtarın. Gəllə görə, yəni, evdə yoxdur, adam qaçıb gecə ilə. O qədər gizlədir xəlifədən, onu tapa bilmirlər. Elhamdülillah, sosial zaman deyir ki, hamı şəklini görür, heç kim bizdən tanımır, heç kim. Küfədən çıxmağından vəziyyət düzəlir də, biz istə ona. İndi necədir, bizdən hamı, elə deyil daha.
Eşliblər şanını, şərəfini, imamətini, amma üzdən görməyiblər, küfədətikilər görür, qıraqdakılar görmür baxar. Və küfədən tez çıxır, gəlir çatır Basraya. O qədər onu axtarmaq çətin olur ki, xəlifə hər yanda elan edir. Hətta deyir ki, alimlərdən biri bazardaydı Basrada. Bazar üzərində şeypur çalıb, xəlifənin carçıları car edərdi. Diqqət, diqqət. Xəlifənin elanı, Süfyan-ı-Thəvrini sağ salamat ya da meyitini bizə təslim edən 10.000 dirhəm mükafat. Təsəvvülü acdar var, münafiqlər var, zanadiqalar var, imanı zəif olanlar var. Neyini demək? Hansı birdən qədəyə görə 10.000 olsun, canı sağ olsun. Yoxdur, o qədər insanlar var ki. Sahabə zaman deyil ki, 3-cü nəsildə, elə deyil. Hamı onu axtarır, təsəvvülə və pul tutarır, kəsib baxar və nə edir? Basrada bir xurma bağında qarolçuluğa xahiş edir. Dilinə verərsən, mən sənin xurma bağlarının qarolçusuyam. Xurma bağının sahibi Basralı. Bilmir ki, bu Süfyan-ı-Thəvridir. Deyir, gedə, adın nədir? Deyir, Abdullah. Kimin olursan? Abdurrahman. Hə, gəl işdə. Yalan açdı. Hamımız Allahın qulu, Abdurrahmanın övladıyıq. Elə deyil. Kinayə. Zülmdən qaçmaq üçün hilə, kinaya icazəlidir həmin yerdə. Amma yalan olmamalıdır. Yalan deyil. Abdullah, Allahın qulu, Abdurrahmanın övladı. Atam da Abdurrahmanın qulu. Səhvdir. Neyse, kişi bunu tanımır. Bir iki Süfyan'dır. Salır onun bağına, başlayır bağı qaralçılıq eləmək, orada yatır, orada durur. Orada neyse, kişi bir dəfə gəlir, deyir ki, gədə soruşmadım hardansan? Deyir, Küfədən. Deyir, haran xurmasıdadır? Küfənin yoxsa Basranın? Deyir, Küfənin xurmasının dadına baxdım, amma Basranın xurmasının dadına baxmamışım axa. Deyir, elə danışdın ki, elə bildim ki, Süfyan söylesəni. Amma başa düşmək doğrudan odur. Sonra gəlir dostuna danışır ki, bir gədə var, cavan uşaqdır da, belə qəşin uşaqdır, qəşin, nur tökülür uşağın üzündən. Deyirəm ona, gədə, haranın xurması daha dadlıdır, Küfənin yoxsa Basranın? Deyir, Küfənin xurmasının dadına baxmışım, amma Basranın yox. İki nəfər söhbət edir. Dostu ona deyir ki, mən əqdəbəhu, bu qədədən daha yalansız görməmişim. Basranın xurması o qədər çoxdur ki, itlər belə onun dadına baxır. Yəni yer xurmadır, şərəf xurmadır, arabazın xurmadır. İtlər belə yiyir. Bu deyir ki, Basranın xurmasının dadına baxmamışam. Birdən həmin o bu sözü deyən deyir ki, bir deyən. O uşağı mənə vəsf elə. Və həmin o ikinci dostu Süfyanı görüb həyatında. Küfədə olanda. Deyir, belə bir Süfyandır. Həmən onu tutaq, 10.000 bizimdir. İman zəifliyi nəsil? Para. Həmən onu gedək tutaq, 10.000 bizimdir. 10.000 bizdən artıq. Süfyanı bu xəbər çatır, elhamdülillah zaten duyur, hiss edir ki, vəziyyəti yaxşı deyil. Onlar bağa girəndə Süfyan çoxdan qaçmışdı. Elhamdülillah. Qaça gəlir, Yəmənə çıxır, təsəvvürləyin. Həyat yəni qaçmaqdan ibarətdir. Tapa bilmirlər bunu. Yəmən hara, qardaş, Basra harada. Təsəvvürləyin, xəritədə gelin baxın, qardaşlar. Maraq üçün gelin xəritədə baxın. Basra haradadır? Ərəb yarımadasının bir ucunda. Yəmən tam axır ucunda. Minlərlə kilometr. Gəlib ora kimi çıxır. O qədər qorxu, həyəcan, istirab, sağa baxır, sola baxır. Yəmənə gələndə xalq ondan şübhələnir. Cavan bir oğlan sağa sola çox baxır. Dilə deyəsən oğrudur. Xalq onu heç nədən tutur. Və şərləyib onu valinin yanına çıxardır. Qazının yanına ki, oğru tutmuşuq. Vali ona deyir ki, oğramısan? Deyir, xeyr. Bəs insanlar deyir ki, sən nəsə oğramısan? Deyir, töhmətün. İttəhəmun iləyhə. Yəni bir töhmətdir, atımlar. Vali deyir ki, kim sana gələr? Qalə Abdullah. Dedi, hamımız Allahın qullarıyıq. Aton adı nədir? Qalə Abdurrahman. Deyir, hamımızın atası Abdurrahmandır. Vali də, vali, əmirdir. Yəmənin əmridir. Salih olur. Salih olur, rahiməhullah. Adı Ma'ad İbn Zaid, rahiməhullah. Deyir, hamı buradan çıxsın. Məni bu qədəyinə tək bıraxın. Hamı çıxanda deyir ki, Ənşəddükə billah, ensib nəfsək. Səni Allaha yemin edirəm, özünü olduğu kimi nisbət elə. Qalə Süfyan. Süfyan ibn Mən, kimin oğlu? Qalə Abdurrahman. Ənşəddükə billah, ensib ismə validik. İndi də Allaha səni inşad elər ki, atan da adını olduğu kimi nisbət elə. Qalə Süfyan ibn Sa'id, qalə Süfyan ibn Sa'id ibn Masruq əth-Thawri.
Naam. Söhbət açıldı. Bu da Salih olur. Bu Yemen valisi Salih olur rahimehullah. Ma'ad İbn Zaid. Bir Süfyan. Necə istəyirsən sənə kömək edeyim. Hara qaçırsan qaç. Vallahi o minnədir. Bax, belki birinci mən təslim eləməliyəm. Çünki mən valiyəm, əmirəm. Əslində birinci mən təslim eləməliyəm. Amma mən səndən ki təslim eləmərəm. Və vallahi ayağımın altında gizlənsən, belə ayağımı qaldırmaram. Yəni o qədər səni gizlədərəm. Nə istəyirsən elə. Və elhamdülillah gəlir Məkkəyə çıxır. Və insanlar bunu tanımırlar, gizlənir, həyatı bax belə. Hətta Xəlifə Cəfər ibn Mansur yumuşalır biraz. Deyir ki, bu uşaq bizdən niyə qaçır? Biz ona pis bir şey təklif eləmişik. Biz ona demişik ki, qazı ol, südiyyə, hakim və Allahın kitabı ilə, Rasulullahın sünnəti ilə hökm ver. Bil-qist vəl-idl, ədalətlə, qırağa çıxma. Pis bir şey demişik. Və soruşur əyanlarına ki, bu bizdən niyə qaçır? Niyə qazı olmaq istənir? Hətta alimlərdən biri gəlir Süfyanın yanına, Məkkəyə deyir ki, ya Süfyan, xəlifə bir dəfə bizi yığdı, dedi ki, bu məndən niyə qaçır? Pis bir şey əmr ediləm. Həmin alimlər deyir, ya nə'əs, ey xulu, ey qafil. Mən də şək eləmirəm ki, xəlifə mənə ikram edəcək, ihanət eləməz mənə. Lazım olsa mənə atlas da geyindirəcək, zəbardaş, bütün qaş, cəhcəlar, hörməti hörmət, İzzəti izzət, xilafətin qazısı, südyası, hakimi və kitab və sünnə ilə hökm verəcəm. Mən şək eləmirəm ki, onlar mənə ihanət eləməzlər, pis eləməzlər, alçatmazlar, əksinə ucaldacaqlar. Amma bu ikramın qarşısında mən onların münkərini susmalı olacağım. Artıq onların münkərini münkər görməyəcəm. Bu da mümkün deyil. Yəni bildin, sən imamətin kölgəsinin altında nə edəcəklər, sənə səs çıxmayacaq. Nəticələr sən hüccət olacaqsan, onların batilinin haqq olmasına. Ona görə belə şeylər var deyir. Ona görə heç vaxt olmayacağım mən onlara hakim. Və görün nə baş verir qardaşlar. Xəlifə həccə gəlir və yolda ona xəbər çatır ki, ya əmir-i müminin, bizdə dəqiq məlumat var ki, Süfyan Əs-Səvri Məkkədədir. Xəlifə bunu eşidəndə artıq cəllatları hazırlır, Xəşşabin deyirlər onlar. Xəşşabin kimdir? Deməli belə taxtalardır, eyləm taxtaları. Ortada boş dəlik, həmin boş dəlikdən başı salırsan, qıfıllanır, baş qalır, dar yerdə və əllər buradan çıxır. Artıq oradan qaçma mümkün deyil. Bu o deməkdir, qılıncın altına gelirsən. Bu Xəşşabin deyirlər buna, eydamçılar. Yəni taxta, eydam taxtasını daşıyanlar. Bunlar təsəvvürlər, həccə gedirlər Məkkəyə və Xəşşabin önünə gedir, xəlifə də arxada, onlar həccə gelirlər. Artıq bilək ki, Süfyan Məkkədədir. Qərar yəni, Süfyanı öldürmək. Xəlifə qərar verir. Qardaşlar, bizim qəhrəmanın duası da müstəcəbdir. Gəlir Kəbənin yanına, bütün alimlər onu əhatəyə alır ki, bəlkə biz bunu qoruya bilək. Gəlir Kəbəyə söykənir, mültəzəmə, Həcr-i Əsvədlə qapının arasına. Deyir, ey Rabbim, ey Kəbənin Rabbi, sənə and verirəm sən özünü, Cəfər bura sağ girməsin. Aqsamtu bikə əllə yədxulə Əbəl Cəfər əl-Haram. Bu duanı 3 dəfə eləyəndən sonra Cəfər keçinir yolda, ölür. Və deyir, Cəfər Nəşin üzərində cənazəsi Məscid-i Harama daxil olur. Sonra bizim imam yaşayır, öyrənir, öyrədir. Elhamdülillah ta 64 yaşına kimi. Və ölüm ona gələndə Abdurrahmanı göndərir ki, get Həmməd ibn Sələməni bura çağır. Və qarnından ağır xəstələnir. Yəni bizim dildə desək, təbii ki, bu dəqiq diaqnoz deyil. Sanki şiş xəstəliyidir. Qarın xəstəliyi, şiş xəstəliyi. Bilməm hansı növdür. Yəni qarın içində yara və dözülməzli sancılar verir ona. Hətta o sancılara görə deyərdi ki, ya məut, ya məut. Ey ölüm, ölüm, sən nə qədər şiddətlisən. Ağlar dözülməz olur. Və subhanallah, ölüm günü dəstəmazı qalsın deyə 60 dəfə dəstəmaz alır, dəstəmaz saxlaya bilmir. Və qan gedir bayrağa. Ağrılar dözülməz olur. Və Abdurrahman'a deyir ki, Abdurrahman Həmməd ibn Sələməni çağır. Alimlərdəndir, ravilərdəndir, böyük alimlərdəndir və şagirdlərdəndir.
Hammed İbn Selem, ne bilesen kimdi Hammed İbn Selem? Hammed İbn Selem o kestir ki onun hakkında değiller ki ya Hammed sabah kıyamettir emelin üzerine hiç ne yapabilmez. Yani hayatında boş yeri yoktur. Hamısı emeldi. Hammed İbn Selem onun yanına gelende artık gözlerini bağlamıştı ama ölmemişti. Uhmi aleyhi. Özüne geçmişti. Hammed İbn Selem onun alnına iki gözün arasını öpende ayrılır gözleri açır ve der ki ya Hammed hud hidrak ey Hammed ölümden çekin, ihtiyatını götür. İhdar hâzel mesra'a bu yarış adi yarış değil. Yani ölüm yarışı adi yarış değil. Bunu kime diyor? O Hammed'e ki o Hammed deseydiler ona sabah kıyamettir, emelinin üzerine hiç ne yapabilmez. Bu Hammed'e değil yani. Tezevvüle Allahu Ekber. Ve sonra bayılır ve gözlerini açanda der ki merhaben bi Rasul Rabbi Rabbimin elçilerine ya merhaba hoş geldiniz. Gözüne görsen Allahu Ekber. Ve bakmayar ki Küfelidir, Basra'da ölüm hadisesi baş verir ve Basra'da geçinir. Rahman Celle fi'ula dergahına kalkır Subhanahu Teala. Ve Küfe ehli alimleri işlende Basra'ya gelende artık defne olmuştu ve gece olur gelirler gebrini tapırlar. Küfe alimleri onun gebri üzerinde cenaze kılıp ağlayırlar. Hiletin 161. ilinde ve yuhuda onu görürler. Bir neçe yuhusunu danışsam insanların, salih insanlar. Bunlar atba tabi'lerin yuhularıdır. Diyor ki onlardan biri yuhuda gördüm ki Süfyan-ı Thevri bir kurma ağacının birinin üzerinden diğer üzerine kanatlarla uçaraktan cennette kurma ağacının üzerinde böyle neydi seyredir. Ve bu ayeti okuyor. Elhamdülillahillezî sadakana va'dehu ve evrasenel arda netebevve'u minel cenneti haythu neşâ. Hamdolsun Allah'a ki öz vaadine sadık çıktı ve cennetten bize istediğimiz yerleri bize ata etti. Sonra 20 yıl geçenden sonra Abdullah İbni Mübarek vefat ediyor. Abdullah İbni Mübarek vefat edilende Abdullah İbni Mübarek'i yukarıda görürler. Etba tabilerden biri. Soruşturlar ya İmam Abdullah İbni Mübarek. Mâze feale bike Rabbuk? Rabbin seninle ne dedi? Kâle gafara li. Bağışladı. Ve Süfyan, yani 20 yıl bundan kabak ölen. Kâle bekhin, bekhin, bekhin. Beh, beh, beh. Kâle huve me'allezîne en'amallahu aleyhim minen nebiyyîne ve sıddîkîne ve şühedâi ve sâlihin. Ve hasne ulâike rafîkâ. O en yüksek makamdadır. Nimet verilen kesiler, peygamberler, sıddıklar, şehitler ve salihler ve ne güzel makamdır. Diyebilirsin ki şehitlikle alakası var. وَالْمَبْتُونُ شَهِيدٍ ve karnından ölen de şehittir. Hâle ve sallillâhu ve sellim ala nebine Muhammed ve ala âlihi ve sahbihi ecmaîn.